İsa bəy, bu polis yenə də lazım olmayan bir hərəkət elədi. Qarşısını kəsdi ziyarətçilərin və müsahibatçıların bir hissəsini başqa hissəsindən ayırdı. Necə qiymətləndirirsiniz? Bu Azərbaycan xalqı üçün çox önəmli bir gündə hakimiyyətin xalqa qarşı münasibətini göstərən bir hadisədir. Yəni xüsusən də belə hiss olundu ki, Müsavat Partiyasına qarşı bir hadisədir. Çünki bizim saat 2'də danışmışdıq. Saat 2'dən tez bizim Müsavat Partiyasının rəhbərliyin bir hissəsini irəli buraxıblar. Bir isə burada saxladılar, ləngitdilər. Burada uşaqlar var idi, yaşlılar var idi. Sonra güya ki münasibət göstərdilər ki, uşaqlarla qadınlar keçsin. Və uşaqlar valideynləri keçməsinlər. Yəni tam bir biabırçılıqdır. Ancaq biz hər zaman xalqımızın tarixinə, xalqımızın qəhrəman mübarizəsinə xüsusi həssaslıqla, xüsusi hörmətlə, diqqətlə yanaşmışıq. İndi də bütün bu maneələrə baxmayaraq ziyarətimizi edəcəyik. Çünki doğrudan da 20 yanvar bizim xalqımız üçün müqəddəs bir gündür. Bəzən soruşurlar ki, bu faciədir, yoxsa qürur günüdür. Mən hər zaman deyirəm ki, bu həm cinayətdir. Sovet İttifaqının rəhbərliyi tərəfindən, Komünist Partiyası rəhbərliyi tərəfindən Azərbaycana qarşı bir cinayətdir. Və bu cinayətdə təəssüf ki, Azərbaycan Komünist rəhbərliyi də iştirak edibdir. Bu bir faciədir, çünki yüzlərlə insanımızı məhv ediblər, yaralayıblar, dəhşətli bir zərbə vurublar Azərbaycana. Amma ən əsası odur ki, bu xalqımızın bir qəhrəmanlıq mübarizəsinin bir şərəfli bir səhifəsidir. Azərbaycan ərazi bütövlüyü və istiqlalı uğrunda mübarizənin çox şərəfli bir günüdür. Və biz xalqımızın bu qəhrəmanlığı ilə fəxr edirik. Hesab edirik ki, bu qəhrəmanlıq nəticəsində Azərbaycan istiqlalını qazanıbdır və SSR-nin çökməsi də həm də Azərbaycan xalqının qəhrəmanlıqla fədakatına apardığı mübarizənin bir məntiqi nəticəsidir. Tanrı şəhidlərimizin ruhunu şad eləsin. Azərbaycan müstəqilliyi əbədi olsun. Qalan məsələlərdə zaman-zaman hamısını həll edəcəyik. Amin.